Salam aleykum gözəl insanlar, hər birinizi salamlayıram. Bu günləri inşallah bu videomuzda biz gedirik təkərləri. Köhnə Prius 20 gövdə 90.052-nin təkərlərini dəyişməyə. İki də müqayisəmiz olacaq. Qiymətlər sonda olacaq və təkərin səsindən istəyirəm bir balaca bəhs edeyim ki, hal-hazırda bizdə üzərində olan Lassadır. Lassanın səsini 80 sürətlə indi çəkəcəm aeroport yolunda. Bir də təzə təkərləri qoyandan sonra səsini çəkəcəm. Yəni də 80 sürətlə bir 10 saniyəlik sakit duracam. Bu Lassan təkərlərin səsi idi. İnşallah sağlıq olsun. Obrisini də Allah qoysa çəkib göstərəcəm. Yeni aldığımız təkərləri. Hara gedirik? Ünvan indikator avtodur. Keçən səfər də oradan dəyişmişdim. Yeni Ramada yerləşən. Baxın dostlar, deməli, inşallah təkərimiz budur. Vinda. M+S, yəni qış və yay aylarının təkərləridir. Sezonlu deyirlər də buna. Bütün fəsillərə aiddir. 185-65-15. Hal-hazırda üstündə də bizdə bulardır. 85 H-da nə deməkdir? 88 üzr istəyirəm. 88 odur ki, təkərin yük qabiliyyəti 560 kiloqramdır. H-daki maksimal sürətdir 210 sürətə kimi sürətlənə bilər. Bu belə. Sonra canım sizə nə düşün? Bu təkərin özü belədir. Göstərim sizə. Bunu da gördük. Düzdür, əzizlərim. Bir də nə var? Baxın, bu həmən o Vinda təkərlərdir. Baxırıq kateqoriyasına. Burada yazılıb, deməli, təkərin bu ekonomluğu da yəqin ki, yəni D sinifinə aiddir. Yağış hissəsində də D sinifinə aiddir. Sonra düzdür, bu başqa ölçülərdir. Sonra burada bir dənə maraqlı məlumat var idi. Hə, B sinifinə aiddir. Səs vermə məsələsi 72 dB'dir. Bunu düzdür mən bilmirəm. Yəni necə sayılır. Hələ ki belə. İndi inşallah təbii ki yolda da bir dənə özümüz də yoxlayarıq. O 75-72 dB nə qədər eləyir sözüncü bilmirəm. Yəni yaxşıdır, pisdir. Onu yalan deyərəm və təbii ki sonda qiymətlər. İndi maşın. Bu sürətində satılır. Hə, bax. Köhnə təkərlər Lassadır. İndi onları dəyişirik. Onlar da kifayət qədər sürüldü, uğurlu oldu. Bir dənə bağışlayın. Bir dəfə bir təkərdən izləmirəm, qalanlara hamısı verir. Sıkır gözəl. Gözəl deyim. Ha, sıkır. Qardaşlar, vəssalam, təkərləri dəyişdik. Hələlik 2-3 atmosfer deməli qoymuşuq. Ümumilikdə qiymətə keçirəm və sonra da həmən sürətlə 10 saniyə çəkəcəyik. Qiymətlər bir təkər 68 manatdır. İndi də gəlin səssizliyinə baxaq. Bir dənə buradan çəkəcək zəhmət olmasa. Hələ 80 sürətlə. Məncə kifayət eləyir. Ya şəxsən mənim fikrimi öyrənmək istəsəz, çox cüzi. Yəni ki, ola bilər ki, bu təkərlər onlardan səssiz olsun. Hətta qardaşım deyir ki, mən heç fərq hiss eləmədim. Mən elə bir balaca hiss elədim ki,
O biri təkərlər əvvəlki bir balaca bundan daha səssiz idi. Belə ümumilikdə amma yumuşaqlığı zadı əla, xoşuma gəldi. Super. Və salam. Yəni məncə burada biz videonu yekunlaşdıra bilərik. Motor avtonun ünvanını soruşsaz və yaxud da nömrələrini soruşsaz, deməli nömrələr 051 548 0505-dir. Ünvansa indi getdiyim ünvan hələ Waze-də yazsız indikator avto Yeni Romanı filialı çıxacaq orada. Avto ehtiyat hissələrdir, nəsə belə bir şeydir. Yəni həmin o yerdir. Geçiyoruz orada yaxınlaşıb bu təkərlərdən əldə edə bilərsiniz. Çox sağ olun, minnətdaram. Allah hamını halı ruzusunu bol eləsin. Videomu bəyənsəz like etməyi unutmayın. Sağ olun.